Bəli, azad torpaqlarımıza böyük qayıdış davam edir. Bugün ümumilikdə fərqli yaşayış məntəqələrinə 58 ailə 237 sakin geri dönür və hazırda biz suverenliyimizin bərpa olunduğu şəhərdə, Xankəndi şəhərindəyik. Daha dəqiq ünvanla desək, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində məlumat üçün bildirim ki, bugün Xankəndi şəhəri Şuşa, Xocavənd, Cəbrayıl, Xocalı və Ağdərənin fərqli yaşayış məntəqələrinə sakinlər geri dönür və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə 34 sakin geri dönür. Yəni tam 36 illik fasilədən sonra doğma yurdlarına qovuşacaqlar. Bugün həmçinin Hadrut, Cəbrayılın Şükürbəyli, Şuşanın Böyük Qala Dərəsi, Xocalının Ballıca, Badara, Xanabad, həmçinin Ağdərənin Həsəniz, Çıldıran, Vəngli kəndlərinin də sakinləri doğma yurda qovuşacaqlar və hazırda bayaq qeyd etdiyim kimi Kərkicahan qəsəbəsindən görüntüləri sizə təqdim edirik. Yenidən bərpa olunan evləri görüntülərini sizə təqdim etdik və yəqin ki, qarşıdakı xəbər saatlarının birində daha dolğun informasiyalarla qarşınıza çıxacağıq. Belə Xankəndindən deyə biləcəklərim bunlardır. Sözü yenidən sizə studiya veririk.